Dikkat dikkat! Mikrofonlarımız ve kameralarımız doğrudan da mı Kürdəmir şəhər stadionundadır? Görəsən burada futbol marşı haçan, hansı ilin hansı fəslində səslənib? 40 il ərzində dəyişilməyən Kürdəmir stadionu. Tribunaların vəziyyəti göz qarşısındadır. Kürdəmir şəhərində yerləşən stadion uzun illərdir təmirsiz vəziyyətdə qalıb. İdmanın inkişafına xüsusi diqqət ayrıldığı bir dövrdə rayon sakinləri bu stadionun yenidən yerlənməsini gözləyirlər. Kürdəmir rayonu idman stadionu çox pis vəziyyətdədir. Xahiş edirəm bununla bağlı bir dənə böyük vəzifədə olanlardan xahiş edirəm ki, Kürdəmir rayonu stadionuna bir dənə baxsınlar, nəzər yetirsinlər. Biz evladlarımızı ora təlimə, məşqə apara bilmirik. Yəni bununla əlaqədar zəhmət olmasa bir dənə diqqət yetirərlərdi. İndi əfsuslar olsun ki, Kürdəmir rayon stadionu bərbad vəziyyətdədir. Yəni onun olmağı bəli, bugünkü gün rayonumuzda idmanın yüksəlməyinə, gənc nəslin vallahi yəni başqa işlərlə məşğul olmamaq, yəni səbəbidir ki, başqa işlərlə məşğul olmamaq, gəlsin idmanla məşğul olsunlar. Məndə olan məlumata görə Kürdəmirin stadionu 1970-ci illərdə inşa olunub, tikilib istifadəyə verilib. Hətta 2000 tamaşaçı üçün nəzərdə tutulmuşdu bir vaxtlar. Çox təəssüf ki, son vaxtlar baxımsız vəziyyətdə qalıb. Ən sonuncu dəfə, səhv etmirəmsə, 2007-ci ildə Cənab Prezidentin regionlarda sosial-iqtisadi inkişafın sürətlənməsi ilə bağlı sərəncamı var idi. Həmin sərəncamdan irəli gələn fəaliyyət proqramında hansı ki, Kürdəmirin stadionunun yenidən qurulması da öz əksini tapmışdır. Hətta mətbuat orqanlarında, yəni bu, belə deyək, informasiya ilə mən bir vaxtlar tanış olanda 640 min manat vəsait də ayrılmışdı. Bütün oturacaqlar hamısı yeniləndi, məşq otaqları, sonra nə bilim, istər tribuna olsun, geyinib soyunma otaqları hamısı yenidən quruldu. Amma çox təəssüf ki, yenə də baxımsız vəziyyətdədir. Düşünürəm ki, aidiyyəti orqanlar nəzərə alsaq ki, rayonda böyük kütləvi idman tədbirlərinin keçirilməsi üçün kifayət qədər geniş arenaya sahibdir həmin stadion. Yəni, aidiyyəti qurumlar bu məsələ ilə bağlı lazımi addımlar atsalar daha yaxşı olar. Futbol sevirik, stadion olsa oynayarıq. Yəni istədiyimiz takım da Qarabağdır. Qarabağın azərkeşi. Qarabağ azərkeşi. Meydançı olsa bizdə. Meydançı olsa bizdə. Hətta 2000-ci illərdə Kürdəmirdə məhəllə komandaları mövcud idi, var idi. Orada mən deyərdim ki, rəsmi səviyyədə, yəni o futbol oyun qaydalarına uyğun şəkildə yarışlar keçirilirdi. Artıq yəni bu da rayonda gənclərin idmana yönəlməsində, yəni hansı ki, həmin oyunların keçirildiyi dövrdən danışıram mən, gənclərin idmana yönəlməsinə, pis vərdişlərdən uzaq durmasına zəmin yaradırdı. Yəni bax bu tədbirlərin keçirilməsi, yəni bu oyunların keçirilməsi. Artıq o da yoxdur indi. Yəqin ki, hər halda düşünürəm ki, şərait olsa, yəni yenidən qurma infrastruktur, istər maddi-texniki baza yenilənsə, hesab edirəm ki, və nəzarət mexanizmini hansısa konkret bir qurum öz üzərinə götürsə, konkret bu halda düşünürəm ki, yenə də yaxşı mənada bir irəliləyiş əldə etmək olar. Aidiyyəti qurumların balansında bu stadion sökülü hesabındadır, yoxsa tikili?